Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlı prinsipi. Əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada geniş miqyaslı silahlanma prosesi gedir. Belə olan halda biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Vətən müharibəsi dövründə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı, xalqımızın yumruq kimi birləşməsi bizim qələbəmizi şərtləndirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. Biz Vətən müharibəsindəki zəfərimizdən sonra yorulmadan bu zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək üçün və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim zəfərimizi qəbul edir və bizim haqlı olmağımızı əyani şəkildə görür.